şəhidimizin Ruslanı, Hacı Əhməd değil mi? Şəhidimiz Ruslanın anım günüdür. Elə onu demək istəyirəm. Analar bizim başımızın tacıdır, məxsusən şəhid anaları. Ruslanın şəhadətindən sonra anası onun ayrılığına dözə bilmədi. Tez bir zamanda belə deyək, Ruslana boğuldu. Çətindir, belə məqamlarda danışmaq, söhbət eləmək, fikir söyləmək. Amma çətin olduğu qədər də şərəflidir. Çünki qaldığımız bu yer, tanışdığımız bu yer, ziyarət etdiyimiz bu yer və şərəfli bir yerdir. Və bu xalqın, bu millətin an yeridir, inam yeridir, inanc yeridir, ziyarət yeridir, piridir, ocağıdır. İnanın belədir. Pandemiya dövründə bizim bu müharibəmiz elə bir o vaxtlara düşdü. Artıq bütün ziyarətgahlar bağlı idi. Kərbala, Məşəd, digər ziyarətgahlar. Həmən vaxtı insanlar o ziyarətgahı Şəhidlər Xiyabanında görürlər. Gəlirlər Şəhidlər Xiyabanına buranı ziyarət edirlər. Sanki o dövrdən bir adət şəklini aldı. İndi minlərlə insan hər gün həm Sumqayıtda, həm digər Şəhidlər Xiyabanında gəlirlər, şəhidləri ziyarət edirlər. Öz hacətlərini istəyirlər, dualarını edirlər. Çünki şəhid ölmür, şəhid diridir. Onun ölməməzliyinə ən bariz nümunə bax siz dersiniz. İnsanlar axın-axın gəlirlər, ziyarət edirlər. Ölü o insana deyərlər ki, özündən sonra bir iz qoymaz. O qədər insanlar var bugün həyatda yaşayırlar, 70, 80, 90. Heç bir dəftər kitabda adı yox. Bu şəhidlərimizin adı Azərbaycanın ən yeni tarixində qızıl hərflərlə yazılır. Öz qanları ilə qızıl hərflərlə yazılır. Bu xalq nə qədər var, bu dövlət nə qədər var, bunun suverenliyi var, bunun müstəqilliyi var, müstəqilliyi bayrağı var. Bu xalq öz şəhidini, öz qəhrəmanını, öz igidini unutmayacaq. Bu igidlərdən biri də indi nuruna yığışdığımız, ziyarətinə gəldiyimiz şəhidimiz Ruslandır. Ruslanın Ruslan kimi digər şəhidləri biz burada anırıq. Həm 1-ci Qarabağ müharibəsi, həm Atıl döyüşləri, həm 2-ci Qarabağ, həm antiterror əməliyyatında şəhid olanlar. Bayaq orada qeyd elədim, yenə deyim, inanmağımız gəlmirdi, yuxu kimi gəlirdi bizə ki, biz torpaqları yenə ala bilərik. Mənim yadımdadır, hərbi komissarlığın qabağında növbə idi. Bütün insanlar, yaşından fərqi olmayan, hətta xanımlar belə hərbi komissarlığa gedib orada böyüşmək üçün torpaqlarımızı almaq üçün müraciət edir. Şükür Allaha, Ruslan və Ruslan kimi bugün ziyarət etdiyimiz şəhidlərimiz bizə qurur gətirdi, bizə başucalıq gətirdi, bizə şərəf gətirdi. Görmədən sevdiyimiz qəhrəmanlardır, igidlərdir, insanlardır bunlar. Dünyadan hamı köçəcək. Kimi nə qədər ziyarət edir, öz əzizlərimizdən, doğmalarımızdan, yaxınlarımızdan baxaq. Atamızın qəbrini asan ziyarət edəmişik, anamızın qəbrini asan ziyarət edəmişik. İldə neçə dəfə ziyarət edirik. Qara bayramdan Qara bayrama, Novruz bayramında, Orucluq bayramında belə ziyarət edilir. Amma şəhidlər hər gün anılır, hər gün ziyarət olunur. Şəhidlər Xiyabanın bir başından bu başına kimi. Hər yer baxın, bir hissədir. İnsanlar istəyirlər nəsə eləsinlər şəhid üçün. Biri gül gətirir, biri dua edir, biri ziyarət edir. Bunun bir daha onun dəlili sübutudur ki, şəhid ölmür. İnanın belədir, yəqinən belədir. Çünki bunu özü Allah buyurur, bunu Quran-ı Kərim buyurur. Bunu Peyğəmbər buyurur ki, bunlar ölü deyirlər, diridirlər. Allah ruhlarını bizə duaçı eləsin. Allah onların şəfaatini bizə nəsib eləsin. Ahirətdə bizim əlimiz boş olacaq. Amma bu ziyarətgahlar bizə qalacaqlar. Bunlar bizə bir vəsilə olacaqlar. Bu ziyarət etməyimiz qiyamətin gündə bizim əlimizdən tutacaqlar. Və bu şəhidlər gələcəkdə bizim himayətimiz olacaqlar, bizim şəfaatçimiz olacaq. Allah rəhmət eləsin. Yaxınlarına, əzizlərinə, doğmalarına səbr nəsib eləsin. Ruhu qarşısında baş əyirik. Allah anasını da rəhmət eləsin. Allah siz analara da can sağlığı, səbr eləsin. Siz bacılara, həyat yoldaşlarına, qız gəlinlərə. Allah sizləri də var eləsin, şəhid atalara. Allah sizdən də razı olsun. Hamımızın qarşısında baş əyirik. Şəhidin ruhu qarşısında baş əyirik. Təşəkkür edirik, minnətlarımızı bildiririk. Bir dua verərik.